Sayın və hörmətli dostlar, Azərbaycan Mədəniyyət Ocağının bu çağırışına xoş gəlibsiniz. Azərbaycan Mədəniyyət Ocaqlarından hamımıza xoş gəldin deyirəm. Əziz dostlar, keçmiş günlərimizi yadımıza salanda düzdür, deyərlər ki, fikir adamları ölməz. Bəli, bizim içimizdən keçib gedənləri yad edəndə rəhmətlik Profesor Şəhabi, rəhmətlik Döktür Zehtabi, Riza Qəffarilər, Hüseyin Arəşləri və sair dostlarımızı itirdiklərimizi xatırlıdır. Bu yaxınlıqda itirdiyimiz saz-söz ustadı, incəsənət xadimi, təhlifdə el adından qazanmış Həsən Azərbaycanı unutduq və bugün təəssüflər olsun ki, lap yaxınlarda rəhmətlik ustad Aşıq Qafar. Aşıq Qafar rəhmətlik Azərbaycan mədəniyyətinin sabit üzvlərindən idi və biz tamam bərnamələrimizin başlanışını onlarla başlardı. Biz bu sənətkarlarımıza ölüm yox, bəlkə onların ruhunu özümüzə nazil bilirik. Və Aşıq Qafardan qalan yadigarı Aşıq Hüccəti tribun arxasına çağırır. Sizin alqışlarınızla amma buna görə ki, atanın yeri boş görünməsin, Aşıq Qafarın yeri boş görünməsin. Mən də öz olan bu borcumu ödəyər deyə oxu savalarından təhsil etmiş olduğundan belə hərdən bir oxuyum, başardım gedir. Bax Təbrizin dünya erkin dünyası, yol Tanrının haqqı dərkin dünyası, əvvəl-axır dünya, Türkün dünyası. 3 gün, 5 gün gecim tezim olacaq, əvvəl-axır dünya bizim olacaq. Keçidlərdə ocağımız səncidi, yoxuşlarda nəfəsimiz təncidi, tarix biraz haqq sözündə ləngidi, həqiqətlər çözüm olacaq, əvvəl-axır dünya bizim olacaq. İnanın, çalıb oxuma əhvalım əslən yoxdur. Amma gərək oxuyam yani. Aşıq Qafarın vəsiyyəti buydu ki, mən öləndə ağlamayacaqsınız, qəbrim üstə saç salacaqsınız ki, təsfanı eləyə bilmədik bir para illətlərə görə. Və bəh-bəh tapşırıb ki, sazı yerə qoymayacaqsınız. Sazı hər zaman çalmalısınız ki, saz pas tutmasın. Allah ölən ustadlara rəhmət, qalanlara can sağlığı versin. Düşman yürüş edib üstümə gəlsə, ad açıb dünyada qalacağım mən. Məğlub olsam da mən şənim azalmaz, yağını təxtindən salacağım mən. Çalışıb olmaram yadlar möhtacı, elin saadəti başımın tacı. Bir eyləyib xalqım ilə qırmancı, zülmkar başına çalacağım mən. Həm qoçaq nəbiyəm, həm də babək, çağırsam Koroğluhaya gələcək, Azərbaycanlıya qoçaqlıq gərək, qalalar fəth edib alacağım mən. Qafaram, saz mənim elimdir obam, ya da baş əymərəm özüm ərbabam, sazla yaşamışdır o Ozan babam, o çalıb indi də çalacağım mən.
qardaşı güləndə mənə, heç kim ağlamasın öləndə mənə, mən heç vaxt, heç zaman ölmərəm daha. Qardaşım var, onunla xoşam. Mən gərək sahilə qoşam. İki bölməkdən elə qorxmuşam. Çöldə ikiyə bölmərəm daha. Dənizlər, dalğalar mənə dayazdır, ən dərin bir çay var, o da arazdır. Mənə görüş verin, azadlıq azdır. Görüşsəm ayrılmaq, bilmərəm daha. Sözlər rəhmətli Sultan Tahir'dəndir. Dinləyənlər istərəm ki, olsun ağır ellər mənim, sevinci ilə gülşəndəki dəstə-dəstə güllər mənim. Hörmət qılaq ellərə biz, həsrət baxsın o yaman göz. Azərbaycan böyük Təbriz, iftixarlı ellər mənim. Aşım dağı, keçim düzü, el-obada deyim sözü, azad görüm ölkəmizi, şirin-şirin diller mənim. Qafar dərdim döndü dağa, çarə yoxdur olacağa, ölkədə ikit qoçağa, dastan yazan əllər mənim. Adı Gəraylıdır, sözlər Aşqafardandır. Canım
yadigardır gözəl Azərbaycanımız. Adı gözəl, özü gözəl, ata babam deyib qəzəl, görməyəsən buran xəzəl, gözəl Azərbaycanımız. Taxtıqanı, xar xatmaz o insanı gözəl Azərbaycanımız. Bayamam güzel Azerbaycanımıza. Vətən nədir? Vətən kimdir? Atam, qardaşım, anam, bacım, insan oğlu insandır vətən. Çölüm, çayım, dağım, düzüm, adi göz yaşım. Qucaq-qucaq sevgi dolu ümmandır vətən. Körpəliyim, uşaqlığım, hər şıltaqlığım çiçək-çiçək çöllərinə səplənibdir. Meydanlarda at oynadan ən qaynar çağım sən ünvanlı, hər şeirimdə səpirlənibdir. Bircə anım sənsiz keçdi, desəm ağ olar, sən canımda, ürəyimdə, öz içimdəsən. Bu dünyada lap gözsüz də yaşamaq olar. Sən olmasan, mən də yoxam bilmək istəsən. Atam, babam, gül səpiblər qan çanağına, bu deyanət iliyimə qanımı hopub, torpağından pay istəyən hər bir yağına, dəyən oxlar, ildırım tək qayanından qopub. Sinən səngər, oğlum əskər, özüm mərd qalam, bölünməyə, çiçilməyə alışmamısan. Əsrlərin sırağından çıxan sərt qalam, bu qeyrətlə tarixlərdə yaşamalısan. Vətən nədir? Vətən kimdir? Atam, qardaşım, anam, bacım, insan oğlu insandır vətən. Çölüm, çayım, dağım, düzüm, adi göz yaşım, qucaq-qucaq, sevgi dolu, ünvandır vətən. Mən bir neçə il öncə Təbrizə ayaq bastım ilk dəfə. Təbriz bizim üçün o qədər müqəddəsdir ki, Türklüyün baş şəhəri. Mən baş şəhərimə, bu könül məbədimə şeir yaza bilmədim. Çox yazılar yazdım, şeir yazılmadı. Heç bilmədim niyə yazılmadı. Yəqin ki, bu ondan ötürü ki, bir daha təkrar Təbrizə gəlmək, qədəm basmaq lazımdır. Mən ötən il bir daha gələndə Təbrizə bir şeir yazdım. Və çox sevindim ki, axır ki, Can Təbriz yazıldı.
Sənə ürəyimdə məbəd ucaltdım. Yaşa, anam Təbriz, yaşa, can Təbriz. Zikr etdim, ucalıq qəsrinə çatdım. Qoxladım gülünü, daşacan, Təbriz. Hara ayaq bastım, ruhum qalx dedi. Baş vur tarixlərə, bir də bax dedi. Ürək amin dedi. Dillər haq dedi. Səni belə gördüm, başacan, Təbriz. Hər qarış torpağın can içrə candır. Suyun ab zəmzəm, havan dərmandır. O tayda, bu tayda Azərbaycandır. Sən türksən kibrikdən, qaşacan, Təbriz. Mənim ucalıq taxtım, Təbrizim. Mənim yığvalım, baxdım Təbrizim. Ruh idim, qanına axdım, Təbrizim. Soğuldum kibrikdə, yaşacan, Təbriz. Mən bir türk qızıyam, aç mənə qoynum. Öpüm gözlərindən, oxşayım boynum. Tarix səhnəsində oynanan oyunum. Dəf edək başımla qoşa, can Təbriz. Yaşa anam Təbriz, yaşa, can Təbriz. Baxmaqla doymaz ki göz gözəllikdən. Gözəl göz hey dönüb gözələ baxar. Göz bəzən aldadar, bəzən aldanar. Tamahı meyl edən göz ələ baxar. Gözlər tilsimlənər gözəl görəndə. Gözə xoş görünər gözəl görəndə. Ayda bir, ildə bir gözəl görəndə çirkinə göz yumar, gözələ baxar. Görünsə gözünə o gözəlindir, cümlə ixtiyarın o gözəlindir. Mehrinə mühtazdır o göz əl indi, qoxlasan neyləyər, gözəl, ləbə, xar. Çok sağ olun, dikkatinize edin.
öz dilində yazıb oxumayan millət nə qədər böyük millət olursa, nəhayət fənaya məhkumdur. Mən bir Türkiyəli alimlə danışırdım, rəhmətli döktürün əsərlərindən ona izah verirdim. Bir gözəl söz dedi. Dedi, biz rəhmətli profesor Zehtadini nə dilçi, nə tarixçi, bəlkə Azərbaycan millətini kəşf edən bir alim bilirik. O, öncə Türk dilinin qramerini və sonra İran türklərinin əski tarixini yazmaqla doğrudan doğrusu da bizim milləti kəşf etdi. Yenə başlanış həmişə qopuzlandı. Sizin alqışlarınızla çağırıram Aşıq Cəbrayıl cənablarını. Mən ustalarımızı, böyüklərimizi, əziz qonaqlarımızı hamısını salamlayaraq hamımıza məlumdur ki, bu il bizim üçün acı keçdi, acı oldu ki, böyücümüzü olarsız məncə bu hamımızın üzərində bir acılıq, ağırlıq hissə etmək var. Biri böyük ustadımız Həsən Ağa, Azərbaycan və biri də ustadımız Aşıq Qafar İbrahim. Hər iki əzizimiz bütün ömürlərini Azərbaycanımızın azadlığı, qurtuluşu üçün mübarizəyə həsr elədilər və onların mübarizələri heç vaxt yenilməzlik, sarsılmazlıq rəmzi kimi önümüzdə oldu və heç vaxt sarsılmadılar, yenilmədilər. Nə qədər ki, azadlığın yollarında zəncir durur, nə qədər ki, həqiqəti üzə demək qorxuludur, o vaxta tək nə yorğunluq, nə susqunluq biləcəkdir mübarizəm, dedilər. Və ustadımız Həsən Ağanın vəsfində bu bir şeir kimi, bir şagird kimi yazmışdım. Onu qulluqlarında oxuyanda mənə sifariş oldu ki, Cəbrayıl iqrab olub, amandır bunu hətta əgər nələrdir həyat deyib oxuma. Mən o ki, buyurusu, dənə sənə Azərbaycana layiq oldu. Azərbaycan adını heç vaxt üzərinə öz dilinə gətirmədi, təxəllüsünü də Həsən Dəmirçi yazırdı. Xalq onu Azərbaycan dedi amma və o Azərbaycana mən isə biləm layiq bir oldu. Və onun və Aşıq Qafar İbrahiminin dünyadan getdiyi münasibətinə bir kiçik şeirdir. Qulluğunuza oxuyacağım onu. Bir hüznülü və bu acı itkini xalqımıza başsağlığı verərək və ustanın bir sifarişi də, bu danışığı ona görə keçdim ki, bu müqəddəməyə gələk. Həmən o şeirinin yanındakı Həsən Ağanın özünə həsr eləmişdim, onu oxuma dedi. Bir ayrı şeiri də dedi, Cəbrayıl, bunları niyə oxumursan? Dedim, biraz içində elə bilə Həsən Ağa, işraf var, bu bizim ürəyimizin arzusudur. Amma real şərait axı biraz fərqlidir, real şəraitlə icazə buyursa hərəkət eləyətəm. Dedi, yox, bunları oxucunalım. Mən bəhanə gəldim ki, bu qoşma deyil, 7-lik filandır, burada bizim az hava, aşıq havamız var. Ona görə dedi, onda bir şeylər görməyinizdir də, ona bir çarə edilmişəm. Bunlar ancaq oxunsun. Mən kaş onu, həyatı, onun qulluğunda oxuyaydıq bunu. Şərait istəmədiyimiz kimi oldu. Allah hər iki ustadımıza rəhmət eləsin. Mən bu müqəddəmə ilə onların ruhuna bir cür alqış və qulluğunuza sağlayın. İkidir, bəlkə bir qısselərəm bəxti çox tutuyam. Bu açıq biraz.
bülbül sustu avaz Təbrizim. Xəzan dəydi gülşanına, gülümə. Öldü bülbül sustu avaz Təbrizim.
Kərküküm düşüb xəstə, Qarabağım qəfəsdə. Kərküküm düşüb xəstə, Qarabağım qəfəsdə. Gözü yolda yol üstə, duranın salamıya. Gözü yolda yol üstə, duranın salamıya. Əraksa və komican, dərbətdən urmuyacam. Əraksa və komican, dərbətdən urmuyacam. Bir bütöv Azərbaycan Quranı salamıya. Bir vahid Azərbaycan Quranı salamıya. Təbrizdən Turanın salamıya. Ərdəbildən Təbrizdən Turanın salamıya. Təbrizəm İstanbulam, Turana gedən yola. Təbrizəm İstanbulam, Turana gedən yola. Məndən cahana salam verin salamıya. Məndən insana salam verin salamıya. Məndən insana salam verin salamıya. Məndən Qurana salam verin salamıya. Hədəfsiz adam meyvəsiz budaq kimi və çiçəyə zərər verən Allah kimidir. Sağ olun. Qətən ki, gözəl hədəflər və uğurlu günlər gələcəklədir. Çağırıram Azərbaycan Mədəniyyət Ocağından Ay Mühəndis Təqavi sənətlərini. Sağlıqlarına gözəl bir əmsalın. Millət yoludur, haqq yoludur, tutduğumuz yol. Ey haqq yaşa, ey söygülü millət, yaşa, var ol. Mən bugün hamımıza yaşa, var ol deyirəm ki, sağ olasınız ki, vaxtınızı qoyubsuz, əziz vaxtlarınızı burada bizimlə bərabər bu məclisi müzəyyən eləmişsiniz. Və bir də sağ olun ki, bu günlər elə düz saat 4-də biz eləyə bildik bərnaməni başlayaq. %80 gələnlərimiz vaxta qail olmuşdu, vaxtında gəlmişdi. Bir dənə elə öz sağlığınıza çapı istəyirəm. Azərbaycan Mədəniyyət Ocağı qərarlıdır ki, siz əzizlərin köməkliyi ilə eləyə bilsə, hər ay yarım ya 2 ayda hətta gəl bir dənə ümumi cələsəsi olsun ki, Azərbaycan mədəniyyətin qoymayaq bu torpaqda sönsün və başuca saxlayaq. Biz bu qısa müddətdə çoxlu əzizlərimizi əldən vermişik. Döhtür Zehtabıdan, Profesör Şahabıdan, Səməd Sərdarniya, Həsən Azərbaycan və bir çox burada Rıza Qəffarı ki, tək-tək adın səsləsəm ya adım versəm çox olar. Bu əzizlərin yerləri boşalıbdır. Və biz elə siz əzizlərdən və siz cavanlardan istəyirik ki,
vaqiyyətdə onların yerlərini doldurasız. Və bu gün elə çıxış eləyənlərdən biz çoxlarından istəyirik ki, ardıcıl bir bərnamə götürələr, eləyə bilələr ki, ümumi bizim kültürümüzü, fərhəngimizi, tariximizi, məxsusən yaxın tarix. Çünki bizim bu 100-150 ildə başımıza çox oyunlar gətiriblər. Və elə Şəvallı cənablarının dediği kimi çoxu bunları Framasonların tərəfindən bizim üstümüzdə olubdur, emal olubdur. Çünki Avropa Türkün gücün bilir. Türkü bir damcı buraxsan, hara çatar, nə olar? Odur bizi hər tərəfli bütün dövrədən əzirlər. Bu bizik ki, birliğimizi saxlamalıyıq. Və o adamları ki, vaqən hər nə nəhvlə istəyirlər bu Azərbaycan millətin, milliyyətin parçalayıb ənavini müxtəlifdə, məcazi şeylərdə, dünyada gətirib bir-birinin qabağında qoysun, biz gərək olan qabağında duraq. Və bu siz millətsiz ki, durasız və onlardan intiqad edib qoymayasız ki, millətimiz, xalqimiz biri-birinin qabağında dursun. Çünki milliyyət ideoloji deyil bölünə. Milliyyət birdən olar. Hamımız bu torpağın xoşbəxtliyini istəyirik. Biz nə sosializmə müxalifik, nə dinə müxalifik, heç zadından işimiz yoxdur. Biz bu torpağın iqtisadın, fərhəngin, kültürün istəyirik qalxızaq. İstəmirik tapdalansın. Bu tapdalanmaq o zaman olar ki, biz gərək bir-birimizin qabağımızda duraq. Özümüzü yıxmasaq, heç kəs bizi yıxanmaz. Odur mən, xahişim budur ki, bu təfrəqə salan adamları ki, çoxları da hamımız tanısız ki, heç biri düzgün bir milliyyətçi gəlib bu işi görməz. Düzgün milliyyətçi özünə şəxsiyyət şeyləməz, qail olmaz, özün qalxızmaz üstə. Millət gələk qalxıza. Bu gün əgər Həsən Azərbaycanın adı burada gedir, millət qalxızıb, özü yox. Aşıq Qafar, əgər bu torpağa xidmət eləməsəydi, qalxmazdı bu gün üstə. Və təhət əzizlər delə, onların eynisidir burada oturubdur. Mən vaxtınızı almıram, çünki çoxlu dostlarımız vardı, burada çıxışları vardı. Xahişim odur ki, həm dostlarımız, o əzizləri ki, vaqən bu torpaqda bilgili insanlardır, eləyə bilərlər ki, çıxış eləsinlər burada, xalqimizə, millətimizə bir zətlər, bir faydalar yetirsinlər, onları bizə tanıttırsınlar və biz də elə çağıraq burada, həm siz faydalanasınız, həm biz, çünki biz gəlmişik burada ölçəşmək üçün hamımız. Odur ki, bir də bizim köməyə də ehtiyacımız var. Bu köməyin biri mümkündür maddə olan, biri də yer məsələsi ki, həmişə bizim eləyənmirik ki, ocaqlı daim ayaq üstə saxlayaq, ayda bir zələsəmiz olsun, elə yer bir daha böyük məsələdir. Odur, dostlar, nə ədəyətlərindən gəlsə, bizə qapılarını açsınlar və köməklərin əsirgəməsinlər. Sağ olun, vaxtınızı tutdum. Üstüne ya aman 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 ya
hayal sayesinde bu gamgam üstüne olmuş senin yanında gözeller fena inmez. Güya şu ay şems oturup çöpçen üstüne. Tüm şem-i tabiyadedir dünyanı yandırır. Tüm şem tabiyadedir dünyanı yandırır. Eyvah, eğer bir şöyle çıkar merkez üstüne ya aman aman ya. Gab değil hebabim elledim mahvolur. Gab değil hebabim elledim mahvolur. Düşse hayal sayesi uyuyor gab üstüne. Çünkü şem tabiyadedir dünyanı yandırır eyvay. Eğer bir şöyle çıkan merkez üstüne serçeşmeyi hayat senin nuşlet benim. Serçeşmeyi hayatı senin nuşlet benim. Ey kızı get düşme bu hoş meşler üstüne. Olmuş senin yanında gözeller fena yemez. Güya şu ay şems oturup çöpçen üstüne. Serraf eşki kafiridir çok tecrübem. Serraf eşki kafiridir çok tecrübem. İslam adını koyuplar bula mezhep üstüne yaman aman yar yar yar. Yar aman yan aman yan aman bir adam aman 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 yarın Hey!
olmaz olmasın. Nolar ki sende dilbera bu olmaz olmaz olmasın. Bahar faslı sen özün çemen çiçek bahanedir. Bütün sevenlerin gözü ümidi gül bahanedir. Çemende gül çiçeği menem çemen çiçeği bahanedir. Dedin ki aşığın gerek serafraz olmasın. Nolar ki sende dilbera bu olmaz olmaz olmasın. Ay aman ya Çemende bergül tekin teninde inci jaleler. Çemende bergül tekin teninde inci jaleler. Terehhüm eyle kaşların açıp sinemden aleler. Odur ki çöllümün kuşu eder sokağın aleler. Ey dedim ki aşığın gerek serafraz olmasın. Valla ki sende dilbera olmaz olmaz olmasın. Yarıklı könlümün gözellerinde ihtiyacı var. Yarıklı könlümün gözellerinde ihtiyacı var. Bilip için el için bu derdime yalacı var. Ay sızıldayanlar içine bir devaya gelmiş hacı var. Dedim denk hacıya o da bedavaz olmasın. Nolar ki sende dilbera bu olmaz olmaz olmasın. Fikremenin bağışımı ben deylemsen. Ey sayeyi merhametin başıma düşmez ne semer. Ki sahi kendini bir servi bilen deylemsen. Ayem balaya balayı. Her nefesen deylemsen. Cümle aşıkların azad gezir alemde. Bir cellalini giriftar çemen deylemsen. Ayem bana ham heyran dolanır daire zülfünde. Neçe divane bu zencirde ben deylem sen. Əzim kəmənd eylə, zülfünü kəmənd eylə. O kaya geçmək istəyirəm, gəmimə kəmənd eylə. Əzim Qarabağı, Şəki Şirvan Qarabağı. Ay dostlar, elə gəlin burada bir çalaq, bir ağız Qarabağ.
Sizi çağırıram, Nizami şeirlərin eşdə. Sizin alqışlarınızla tribun arkasında. Gözlemek o kadar da acı değil. Gözlemek o kadar da acı değil. Ümitsizliğe bir ışık. Ben gözlemeyi acı haberlerden çok seviyorum. Salam, saygılar varım. Muhterem yazarlara ve hanenelerimize ve büyük ustalarımıza. Bildiğiniz kimi Qaradağ ağacları qurbanlıq gedir bizim urumumuz kimi. Bir dənə qısa dörtlük onu oxuyub, bir sərbəst məktubu təqdim edəcəm məclisimizi gözəl müdürümüzə. Ağaclar kəsilir, pozulur meşə, ağappaq çiçəyi çıxmır bahara, doğranır əllərdə köçür buradan, yeri bəlli deyil, bilinmir hara. Güneş öz oduna alışmır daha, çölgəli ağaclar şaxtadan yanır, inadlı baltalar girib meydana, bu növbə ağaclar qana boyanır. O qoca ormanın dərdini belə paylaşıb biri ilə bölə bilmirəm, Əzraillər vardı biri nə boyda, qorxudan uzanıb ölə bilmirəm. Duvardan asılan təqvimə baxıb, tarixə tüpürüb fikrə cumuram, dolaşır dilimdə bütün sözlərim, bu kör bəxtimizin gözün yumuram. Yanıb çatlayacaq yer və susuzdan, yağışın yerinə daş yağacaqdır, beləsi gedərsə bizim şəhərdə, ağac inqilabı başlanacaqdır. Yanıb çatlayacaq yer də susuzdan, yağışın yerinə daş yağacaqdır, beləsi gedərsə bizim şəhərdə, ağac inqilabı başlanacaqdır. Özgə sobasında yanıb kül oldu, baltaya dəstəni satanlar da var. Özgə sobasında yanıb kül oldu, baltaya dəstəni satanlar da var. Urumu öz duzuna qovrulan kimi, bəxtiyar tək hələ yatanlar da var. Çox təşəkkür ederim. Bir sərbəst şeirimən qulluqda olan təbrim edirəm. Bağışlayın. Bulanlıq sulardan balıq tutdular. Dönelerce yazılmış, pozulmuş kanunlarının bendilerinde kitablarımızın külünü savurdular. Dilsizliğimiz ayak tuttu yerini istəkləri bərbad olunmuş şəhərdə. Bağlantıları bir tarix ittifakıdır, adılım kişilerimize adlarından astılar, etirazlarını bastırdılar İmamiye'nin mezarlığına. Etirazlarını bastırdılar İmamiye'nin mezarlığına. Sosyal ideoloji devrimlerinde Şəhnaz ömürlük dul qaldı. Şəhnaz ömürlük dul qaldı. Ne Filistin'i müttəhiddə tanıdılar, ne Gümüşkiyədə tanıdı. Açıldı ovucuları, yumuldu ovucuları, açıldı ovucuları, yumuldu ovucuları. Boyumuzu oxşadıqca durumları sək gedir indi. Qaranlıq təfəkkürlərinə taxılmış direktorumuzun buynuzudur. Ne suları qalıbdır, ne de sudan balıq tutanlar. Elə çağırıram Hüseyin bəy. Hüseyin Behzatlı sağlı, gözəl bir əl çalır. Yenə Hüseyin bəy yarışda təşəkkürünü bildirirəm. Hüseyin bəyin ömürcün yoldaşı, hayat yoldaşından. Onların da sağlıklarına güzel bir algı istiyorum. Allahu Ekber ey sənəm, hüsnündə heyran olmuşam. Qol güzəhdir qaşların, yayına qurban olmuşam. Kön o məkandan geçmişəm, vəhdət şərabını içmişəm.
Cananın özün görmüşəm, başdan başa can olmuşam. Bu axşama, bu birliğe, Azərbaycan birliğine, Azərbaycanın mədəniyyət ocağına xoş gəldiniz. Bir aştökər qəbristanlığı var, icazəzini o deyəcəm. Bir gün Təbrizdə Xiyabanı körpüsündən aşağı Bağırxan Mədisəsinin qabağında gedirdim. Belə düşündüm ki, yerdə, göydə istir mənlə danışsın. Başa düşdüm ki, bu torpaq müqəddəs torpaqdır. Hər kimdən soruşdum, bura haradı dinmədilər, dal baxıb geçdilər. Bu bilməməzliğa, bu lallığa torpaq özü dil açdı, bir həzin boğunuq səslə dedi, aştökər qəbristanlıdır. Dedim, bax, nə addır? Dedi, ax, mən birlik, müqavimət, azadlıq bayrağıyam, ananı iskiliyəm, eşq ocağıyam. Dedim, ocaq bəs, otun közün hanı? Dedi, otun vətən sevərlərin ürəyinə çərpaz dal çəkən közün də deyərəm. Dedim, bu adı niyə verirlər sənə? Dedi, o gün ki, istibdadın zülmə ərşə qalxmışdı, Səttarxan, Bağırxan millətə lider oldu. Səttar dedi, hay eşidir qulağım, el harayım mən tanıram, səsinə səs verərəm, mən bu elin qurbanıyam, Ulu Babək nəvəsi Səttaram ellər eşidin, elimə zülm edəni, hər kim ola düşmanıyam. Bağırxan dedi, gedin deyin yatlara, yağlara, bizim ölkədə can deyənə can deyərlər, qan deyənə qan. Düşmən hücum çəkib, Təbrizə 11 əl mühasirə etdi. Yol bağlandı, burada gəlmədi. Aclıq, qəhətlik qopdu. Analar öz balalarının ağzından ölmüş ləşin qəbrə qoyurdular. Amma müqavimətdə nə? Götürmürdülər. Düşmən bəzəməti gördü, bezikdi, cana gəldi, geri qeytdi. Mücahidlər həmlə elədi, Tehranı fəth etdi. Yol açıldı, burada gəldi. Ana niskil elədi. Aş pişirdi, şüşə pişirdi. Apardı balaların qəbrini üstünə tördü. Bala, durun yeyin. Amma qoyun xalqın bilsin ki, siz təhcə acızdan ölməmişsiniz, siz azadlıq qiymətisiz. Elim də mənim adımı aştökər qəbristanlığı qoydu. Gələn nəslər bilsin ki, azadlıq qanla, canla ələ gələr. Amma azadlığı... Amma azadlığı qoruyub saxlamaq təhcə qanla, can yox, fikir gərəkdir. Düşmən hiləkar idi, dərsin köhnə istimardan, Rusdan, İngilisdən almışdı. Hilələdi, milləti öz felinə uydurdu, mücahidlərin birliğin silahın əlindən aldı, yenə xalqıma qalib oldu. Bu qəbristanlığın yerinə ana heykəli, azadlıq meydanı yerinə gətirilər, mədrəsə tikdilər. Xalqım da söyündü, mədrəsə tikirlər, uşaqları dərs oxuyub savadsız qalmayacaq. Amma nə savad? Köhnəlmiş, pas basmış, ərəbcə, farsça elmlərini öyrətdilər. Dərs oxuyanlarım onda oyandılar, gördülər, savadsız qaldılar. Amma közüm büyün o analar ki, balaların pələng surəti kartunu ilə yox, ana ailası ilə böyüdüblər. İyitlikdən deyəndə Nəbidən, Köroğludan, Babəkdən deyiblər. Həyadan deyəndə Saradan deyiblər. Bu balalar qoymayacaq vətən üstə qara yerlər əssin. Elimin darda qalan çağında, xalqımın əlində qılınc olub, düşmən bağı kəsib bizəcəklər. Eşq olsun varlığa. Sağ olun.